Hər kəsə salam. Dostlar, bugün Astaramola uşaqlar üçün məktəb forması almağa getdik. Bugün həqiqətən mənim üçün çox duyğulu günlərdən biri oldu. Birazdan uşaqları görəndə məncə valideynlər məni başa düşəcək. Bu il biz ağ forma, göy ətək geyinirik. Ağ köynək, daha doğrusu göy ətək. Astaramolda formaların, parçalarının keyfiyyəti həqiqətən çox xoşuma gəldi. Bilinir ki, xarab olmayan, tiftiklənməyən, yuduqca rəngi qaçmayan parçalardandır. Və nəhayət ki, burada çocuklarım. Mən Əsnatı ilk dəfə məktəbə göndərəndə onun 6 yaşı var idi, səhv eləmirəmsə, 2-ci sinifə keçirdi, 7 yaşı. Əsnat indiki halının yarısı boydaydı. Həqiqətən nə qədər böyüyürlərsə böyüsünlər, mənim gözümdə hər forma geyinəndə ilk forma geyindikləri gün kimi, hər təzə paltar alanda ilk paltar aldığımız gün kimi, hər yeni ad günü keçirdəndə ilk doğum günləri kimi özəldir. Onların heç böyüdüyünü qəbullana bilmirəm. Bəzən özləri də deyir ki, biz böyümüşük, o balaca cıppıllar deyilik. Amma hələ də mənim gözümdə o balaca mələklərimdir. Sizi çox sevirəm. Hamınızın yeni tədris ili mübarək.